Sabunçu rayonu Zabrat Məmmədli yolunda aparılan təmir işləri ərazidə nəqliyyat sıxlığına səbəb olub. Artıq bir müddətdir davam edən təmir səbəbindən ərazidə hər gün tıxac olur. Uzun müddətdir davam edən işlər həm avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirib. 2-ci ilə gedir, bu iş bitmir. Gecə basdırı var, səhərə kimi danqadrung yata bilmir yüksəsindən. Səhər açılır, tezdən qazıyıb turbanı çıxardığı var, səhv olub. Yenə bu gün yenə də həmin şey. Çətin bir şey deyil, istəsələr tez həll edirlər. Ancaq ki, düzəltmirlər. Məcbur qalq quruntuva ilə gedir, maşın da dağılır, maşın da bərbad günə salır. Yolun təmirə bağlanan hissəsində nəqliyyat sıxlığı müşahidə olunur. Yolda avtomobillərin hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Nəticədə günün pik saatlarında uzun tıxaclar yaranır. Sakinlər deyir ki, təkcə pik saatlarda deyil, günün istənilən saatında ərazidə tıxac olur. Yol probka, ağ xətti də tapdavayan kimi telefona cərimə gəlir maşına. Yol qazınıb da gedə bilmirik, biz nə etməliyik? Hardan gedir? Gecədən axşama kimi. Probka olur da, insanlar işə gecikir. Uşağı məktəbə aparam, özüm işə gedirəm, gedib sata bilmirəm. Probka olur, yəni hədsiz dərəcədə. Neçə vaxt bizə zulum çəkirik burada. Nə işə gedə bilirik, nə gələ bilirik. Qazıblar qalıb burada, keçə bilmirik. Və biz işimizə, gücümüzə gecikirik. Yaxı, bunun bir baxan yoxdurmu? Qazıb tökübdülər, üstünü torpaqlayıbdılar, daş tökübdülər, amma asfalt çəkən yoxdur. Qəzalar yaranır. Döngədə cəmi orada 2 zolaq boş yol qalıbdı. Birini gedənlər, birini gələnlər tutur və tıxac yaranır. Problem bununla bitmir. Həmçinin tikinti işlərinə görə həmin ərazi toz duman içindədir. Küləkli hava şəraiti ilə əlaqədar olaraq tozanaq qalxıb. Məktəbdən gələn uşaqlar, valideynlər hamısı zülüm çəkir. Yəni bu yolu keçəndə maşınlar orada asta keçmək məcburiyyətindədir. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, həmin ünvanda layihə üzrə diametri 1400 metr olan kanalizasiya kollektorunun inşası aparılır. Əhalinin hərəkətini tam məhdudlaşdırmamaq üçün işlər əsasən gecələr aparılır. Qeyd edək ki, işlərin mayın 23 axşam vaxtlarına yekunlaşması nəzərdə tutulub. Günəş Rızayeva, Diana Cəlali, İlkin Həsənov, Space xəbər.